Kiber Cinayətkarlıqla Mübarizə Baş İdarəsi Eni Unboxing dələduzluq piramidasını ifşa edib. Daxili İşlər Nazirliyinin Kiber Cinayətkarlıqla Mübarizə Baş İdarəsi son aylarda ölkədə fəaliyyət göstərən Eni Unboxing adlı onlayn maliyyə piramidasına qarşı əməliyyat keçirib. Araşdırmalar zamanı müəyyən edilib ki, Ponzi sxemi ilə işləyən platformanın təşkilatçıları vətəndaşları müxtəlif məbləğlər müqabilində virtual qutular almağa sövq edərək gündəlik yüksək qazanc vəd ediblər. Tətbiqdə göstərilən gəlirlər isə real iqtisadi əsasa malik olmadığından vəsaitlərin nağdlaşdırılması mümkün olmayıb. Bundan əlavə, yeni iştirakçılar cəlb edən şəxslərə bonuslar vəd edilərək piramidanın genişlənməsinə çalışılıb. İlkin məlumata görə 300-dən çox vətəndaş bu sxemin qurbanı olub. Onlara ümumilikdə 2 milyon yarıma yaxın maddi ziyan dəyib. Əməliyyat nəticəsində Malayziya vətəndaşı Ravi Sivadas, eləcə də Arzu Musayeva və Səbuhi Məmmədov saxlanılıb. Piramidanın digər təşkilatçısı Li Kai Fət barəsində isə beynəlxalq axtarış elan edilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir. Daxili İşlər Nazirliyi vətəndaşlara bir daha xəbərdarlıq edərək heç bir iqtisadi əsası olmayan, yüksək gəlir vəd edən onlayn platformalara və maliyyə piramidalarına inanmamağa çağırıb.